Axşamınız xeyir olsun. Bugün Novruz bayramı ərəfəsində ot çərşənbəsidir. Biz də bir qrup xalsalı olaraq kəndimizin ağsaqqalı Hüseyin dayının həm bayramını mübarək eləməyə gəlmişik, həm də görüşüb söhbət eləməyə gəlmişik. Allah oduyu, ocağı, bu övladları, nəvələri canlı sağ eləsin. Həmişə belə süfrə başında canın sağ, gözün aydın, zehnin zəki olsun. Bayramınız mübarək olsun. Sağ olsunlar. Marif müəllimdir, Sədi müəllimdir, Muxtarov Elçin müəllimdir, Nizamidir, Siyavət müəllimdir. Hər kəs də sağ olsun ki, İntiqam Bəşirovdur. Bizim bu çağırışa, təbrikə qoşulubdur. Allah can sağlığı versin. Sənin də bir ürək sözün varsa bizə qarşı demə. Çox sağ olun, yad eləyibsiniz, gəlibsiniz bizim evə. Novruz bayramında Allah hamıya belə xəbərlərlə gələsiniz, şad günlərlə gələsiniz. Allah sizin canınızı sağ eləsin. Allah səni də çox belə bizə çox görməsin ki, həmişə yad eləyirsən, bilənçi şeyləri yada salırıq. Çox sağ olun. Bayramınız mübarək olsun. Bugün ot çərşənbəsidir. Hamımızın ot çərşənbəsi mübarək olsun. Hamımıza nə arzudur? Can sağlığı, uzun ömür arzudur. Hamımıza deyəm 100 yaşayın, sağlam canla yaşayın. Bizim bu vəhşi uşağının kirvəliyimizin çox qədimdir. Qədim deyəndə, məsələn, babamla, Musa babamla İsa Kirvə 1900 demək olar ki, 20-ci illərdən, 28-ci illərdən bir yerdə olublar. Kirvəliyimiz də o vaxtdan başlayıbdır. Yəni, biz öz övladlarımızı vəhşi uşağının qucağına qoymuşuq. Kirvəliyimiz, yəni demək deyirəm ki, qədimidir. Mənim o xalam oğlu Bərzanı deyir, sizin kirvəliyinizin bir əsr ömrü var. Həqiqətən də bir əsr ömrü var. Yenə deyirəm, bayramınız mübarək olsun. Hamıya can sağlığı arzulayıram, uzun ömrü. Allah sənə canı sağ olun. Sağ olun. Mən də təbrik edirəm bayram münasibətilə başda Hüseyin Civoğlu, bütün ailəni və bütün xalsaları bugünlə münasibətilə təbrik edirəm. Və həqiqətən də canlı tarixdir Hüseyin Civoğlu. Yəni, bizim bu ağsaqqallarımıza görmək, qayğı, diqqət olmalıdır ki, gələcək nəsillərə, gələcək xalsalara bir armağan kimi bu məlumatlar ötürülsün. Yəni, az adamlar olur ki, bu yaşa gəlib çatır və bu qədər məlumatlı olur. Yəni, həqiqətən də Nizamlərin dediyi kimi ensiklopediyadır, canlı tarixdir. İstifadə eləmək lazımdır. Nəqdəki yaşam insanlar var. Təbrik edirəm. Bugün biz Hüseyin İsoğlu'nun ocağındayıq. Biz Hüseyin müəllimi hal əhvalını, bayramını təbrik eləməyə gəlmişik. Onun atası, babası bizim kənddə qədimdən yaşayırlar. Onların tarixi çox genişdir, zəngindir. Hüseyin dayı da bizim kəndin Nizam müəllim qeyd elədi. Ensiklopediyadır. Bizim kənddə kim, harada, müasir cavanlarımız kimi tanımaq istəyir, kimlə maraqlanmaq istəyir, müraciət edə bilər Hüseyin dayıya. Çünki hamını yerbəyər, hamısının ata-babasının haqqında olan xoş sözləri danışa bilər. Hamımızın ot çərşənbəsi mübarək olsun. Həmişə belə ocaqlarda odlar yansın, alovlansın. Bütün uşaqlarımız, gənclərimiz hamısı belə xoş günlərdə nəsib olsun. Hamımızın bir də bayramı mübarək olsun. Sağ olun. Mən də bugünkü gündə hamınıza təşəkkür edirəm, zəhmət çəkmisiniz. Ot çərşənbəniz mübarək olsun. Həmişə ocağınız yanar olsun, alovlu olsun. Həmçinin böyük ətrafında yığışmaq özü bir böyüklükdür. Böyüyə hörmətdir, inamdır. Və bununla bağlı Gülam müəllimə böyük təşəkkür edirəm. Mən çox böyük təşəbbüsdür, dəstəkləyirəm səni. Allah əmin canını sağ eləsin. Əmin sayəsində bugün girişmişik bura. İnşallah ki,
bayağı hamımız qeyd elədiniz. O çərşənbəniz də mübarək olsun ən başda olmaqla. İlham hanım, siz də sağ olun, təşəbbüskar sizsiniz. Sizin sahəbinizdə belə gözəl günlər, yəni bu, yad edirsiniz Xalçanın keçmişini. Həmin belə bir adamdır ki, mənim zənnimdə belə qalıdığımız bu ki, mən deyərdim o ensiklopediyadır da, yəni Xalçanın tarixində nə desən, həm oradan cavab verəcək, oradan izahat verəcək ki, filan kəs belə olub, bayaq belə olub, bu cür olub. Bir daha çox xoş oldu hər birinizi görməyimə, Allah hər birinizin canını sağ eləsin, bayramınız mübarək. Mən də deyilən bütün o sözlərə qatılıram. Hər kəsin o çərşənbəsini təbrik edirəm. Və eyni zamanda yəqin ki, bizi Facebook'dan bütün xalçalılar görəcəkdir. Onların da bayramını təbrik edirəm. Bütün xalçalıların da o çərşənbəsi mübarək olsun. Amma bir dənə də əmcanımın da bayramını xüsusi olaraq təbrik edirəm. Allah'ın gelip oturup orada yapmak istedim. Hamı xoş gəlibdir. Hamınızın bayramı mübarək olsun. Sağ olun. Siz hoş geldiniz. Mənim evimə, Hüseyin evinə. Siz ki bizi sahipsiniz. Bizcə sizin ömrünüz olsun. Amin. Sağ olun. Balalı, nəvəli, nəticəli olasınız. Allah sizin köməyiniz olsun. Allah razı olsun. Siz ki belə bizi yada salıb gəlibsiniz. Allah sizin ömrünüzü uzun edin. Sağ olun. Sağ ol. Bayramınızdan mübarək. Bayramınızda mübarək. Sağ ol. Sağ ol. Kesme ha. Allah ömrü uzun eləsin. Həmişə belə şirinlik içində olasan, ərəvayla. İnşallah Elmadının toyunda tort özün gelirsen. İnşallah. Allah elmətlə də bir huş versin. İnşallah. Bilgiler de okşadan. Hoş gəlmişsiniz, atamın ocağına gəlmişsiniz. Allah köməyiniz olsun. Yad edirsiniz, ağsaqqalları, bütün bir-bir hamısının qeybqatlarında gedirsiniz, yad edirsiniz. Yenə də təşəkkür edirəm. Xoş gəlmişsiniz bir daha bayramınızda. Sözü de geç. Allah sizin canınızı sağ eləsin. Gəlib atamı yoxladığınıza görə, diqqətinizə görə çox sağ olun. Həmişə beləcək yığıncaqlarda olasınız. Sağ olun. Hüseyin dayı, bağışda gəldi, zəhmət veririk. Bu özü də bir zəhmətdir, ev üçün, ailə üçün. Amma bu həm də bir nümunədir o adamlara ki, bizim hamıya xəbər eləmək, hamıya getmək imkanımız da məhduddur. Amma bu görk olsun o adamlara ki, öz böyüklərini, ağsaqqallarını, müəllimlərini, kənd adamlarını ziyarət eləsinlər. 3-3, 5-5 və həm də gələcək nəsillərə, nəvə nəticələrə bir nümunə olsun. Sağ olun. Gəldiyinizə görə çox şadam. Sənin bu hərəkətin, əgər xalçalıların hamısını bu forma görürsə, çox minnətdaram ki, çox gözəl bir iş görürsən. Sağ olun. Gözəl nümunələr. Çox gözəl. Kəndimizdə xalçaya gəlir, Abdullah müəllimgilin evinə aparırlar. Yaqub müəllim də gəlirlər. Oruç dayı da onda ferma müdürü olur. Oruç dayı fermadan bir heyvan gətirir, kəsir, kababzat pişirir, eləyir, xaşlamazat. Bu üçün yeyib içirlər, gedəndə Oruç dayı dərini götürür, gedir. Dərini götürüb gedəndə Fərman Kərimzadə deyir, ay Oruç, bu nə idi, bu nə idi? Dedi, o səxavətim idi, bu da sənətimdir. Allah'a hamd olsun. Ben necə var, elə gəlməm. Mən deyir ki, hara qoyursunuz pulu? Bizdə də o kənddə o vaxt servan simkələr var idi. Onun gözü var idi, açarı. Deyirdim, onun gözünə qoyurlar, açarı da bağlayıb qoyurlar yastığın altına. Necə başqadır, deyirdim, 3 başqadır. Ölürdü gitməkdən. Sonra kişi gəlmə rəhmətli deyir, hə. Hadi də mən pulum yoxdur. Mənlə Mahmud İbrahim getmişik Qolyagilə futbola baxırıq. Mahmud İbrahimgilin televizoru var, xarab olubdu. Biraz baxandan sonra Qolya biraz pendir, sonra turşu zat getdi. Mahmud ondan bir yüz iştirar, futbola baxırıq. Ararat bir dənə gol vurdu. Mən də Mahmudovda sevinmədik, Qolya hoppanıb düşür. Sonra Kayrat bir gol vuranda Mahmudov hoppandı düştü elədi. Qolya dedi, gidersin şikar. Dedi ki, bayram gəlir. Bayrama qədər mənim bir gözəl kirvəm var. Ailə qursun. İnşallah. Ailə qursun. Xahiş edirik. Hamımız xahiş edirik. Hüseyin dayı, çox sağ ol. Allah yenə də oğlanları qorusun, özü,
xanımı qorusun, həmişə belə şad olasan, gümrah olasan, süfrənin başında olasan. Çox sağ ol, çox sağ ol. Allah təala səni də belə şad eləsin, ailəmizin içində sağ salamat hamı yaşayasınız. Allah özü kömək olsun. Sağ olasın ki, qarşıdan bayram gəlir, bayramlarınız da mübarək olsun. Çox sağ ol. Can sağlığı. Amin. Balalarınla. Bayramı dedim, Balalarınla dedim. Ben de təbrik edirəm. Biz də təbrik edirik. Təbrik edirəm. Bayramınız mübarək olsun. Sənin balalarını, nəticələrini, nəticələrini, hamısına bayram mübarək olsun. Can sağlığı. Mən də hamınızı bayramı təbrik edirəm. Həmişə birlikdə olaq. Xoş günlərə gələk. Siz qardaşlar kənddə birliklə tanınırdınız. Əlbəttə. Yəni Kənddə hamısı bilir orada. Hətta Əlbəttə. Məhəllə sorulan bilir. Ümumiyyətlə adam hər şeyi qardaşlarında böyüdür. Məhərrəm. Hər şey. Amma namusu qədrini bilir. xırda olduğuma görə, yetim olmuşam ona görə həməşə hörmət qoyublar, elə hörmətlə Hörmət özün qazanmışsan